Aztəminatlı ailələrin, əlil və qocaların, azyaşlıların rayon mərkəzinə gedə bilməməsi nəzərə alınaraq Lənkəranın Mamusta və Daşdalıqjar kəndlərində yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb. Bütün bu xidmətlər Lənkəran şəhər rayon polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin əməkdaşları tərəfindən yerindəcə göstərilib. Dövlət rüsumu isə poçt vasitəsilə qəbul olunub. Müddəti keçmiş şəxsiyyət vəsiqələrinin verilməsi ilə yanaşı, eyni zamanda yeni vəsiqə alanlar da olub. Hal-hazırda Mamusta və Daşdalıqjar kənd sakinlərindən 90 nəfərə yaxın vətəndaşların sənədləri qəbul edilib. Bu kimi tədbirlərimiz davam etdiriləcək. Şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi ilə bağlı müraciət etmiş 2 kənd sakininə isə səhhətləri ilə əlaqədar polis əməkdaşları tərəfindən evlərində xidmət göstərilib. Sakinlər onlara göstərilən bu xidmətdən razılıqlarını bildiriblər. Gəlmişdim, şəxsiyyət vəsiqəmin vaxtı keçirib, onu dəyişdirdim. Çox razıyam. Öz evimdə, öz eşiyimdə, elə burada da lap mənim üçün rahat edir. Şəxsiyyət vəsiqəm itirmişdi. Şəhərin mərkəzinə gedə bilmirik. Çox yaxşı ki, burada kənddə şərait yaradıblar. Lap əladır. Razıyam hər şeydə. Aksiya axşam saatlarına qədər davam edib. Bildirək ki, Mamusta kəndində 1600 təsərrüfat üzrə 4700, Daşdalıqjar kəndində isə 540 təsərrüfat üzrə 1700 nəfər qeydiyyatdadır. Elnur Ələkbərov, İmran İqbaloğlu, Lənkəran.